Və müəllimlər, bugünkü dərsimiz Azərbaycan xanlıqları mövzusu olacaq. Nadir Şah öləndən sonra Azərbaycanda iqtisadi əlaqələrin zəif olması, feodal hakimlərin vahid mərkəzə tabe olmaması, hansı ki, Azərbaycanda xanlıqların yaranmasına gətirib çıxardı. Ümumiyyətlə, Nadirin tabe etdiyi ərazilər var idi ki, məsələn, Hindistanda da müəyyən ərazi ələ keçirilmişdi, Mərkəzi Asiyada da. Nadir öldükdən sonra onun torpaqları uğrunda mübarizə başlanmışdı. Azərbaycanın ərazisində də xanlıqlar yaranmış oldu bu dövrdə. Başlayaraq biz burada hansı ki, Cənub xanlıqlarından artıq deyir ki, Nadir öldükdən sonra xanlıqlar, sultanlıqlar, məşqlər yarandı. Onların bir-birazdan çəkmirəm, onsuz da hissə-hissə onları keçirik. Birinci Urmiya xanlığından başlayaraq, Cənubi Azərbaycanın ən böyük xanlıqlarından biridir. Xanlığın əsasını Əfşar sülaləsində olan Fətəli xan qoymuşdu. Nadir xanın əmisi oğlu idi. Deyərik ki, əvvəl xanlığın mərkəzi Urmiya şəhəri, daha sonra Təbriz şəhəri olmuşdu. Buradan onu deyə bilər ki, Təbriz şəhəri mərkəz olmuşsa, deməli sual düşsə ki, Urmiya xanlığı Təbrizi ələ keçirib, deyir ki, bəli, ələ keçirmişdi Fətəli xan Əfşarın dövründə. Deyir ki, Cənubi Azərbaycan böyük hissəsini öz tərkibinə daxil etmişdi, amma xüsusilə Ərdəbil idi, Zəncan idi, bu şəhərləri tabe edə bilməmişdi. Amma yəni deyir ki, sual düşsə ki, Cənubi Azərbaycan tamamilə Urmiya xanlığı özünə tabe etmiş, deyir ki, xeyr. Amma Cənubi Azərbaycan böyük hissəsini, Cənubi Azərbaycanın əksər hissəsini özündən asılı salmağı başarmışdı. Deyir ki, mərkəzləşmə siyasəti edən Azərbaycan xanlarından biri olacaq. Ümumiyyətlə, Nadir öldükdən sonra İranda və Azərbaycan uğrunda Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar mübarizə apardılar. Məhəmməd Həsən xan Qacar daha da böyük idi, beylikdə, güclü idi bu dövrdə. Deyir ki, Azərbaycana hücum edən zaman Qarabağa hücum edir. Hətta orada Qarabağ xanlığına keçəndə biz orada Xatnaxu döyüşünü qeyd edirik, məğlub olub geri qayıdır. Geri qayıdan zaman Urmiya hücum edəcək. Daha sonra isə bu Azərbaycan cənubunda olarkən Kərim xan Zənddə Məhəmməd Həsən xan Qacarın ərazidən hücum edəcək. Amma daha sonra deyir ki, Məhəmməd Həsən xan Qacar burada sui-qəsd nəticəsində ölür. Bundan sonra isə Fətəli xan Əfşar fəallaşır. Fətəli xan Əfşar fəallaşanda Qarabağa 1759-da hücum edir. 6 ay Qarabağı mühasirədə saxlayır. Daha sonra isə Qarabağ xanlığına asılı salmışdır. Qarabağın yanaşı İrəvan və Şəkini də özündən asılı salmağı başarmışdır. İndi sual deyirik ki, Urmiyalı Fətəli xan Əfşar Azərbaycanın cənubunun böyük hissəsini tərkibinə daxil etdi. Bu heç bu qoyuruq kənara. Və burada deyirik ki, Urmiya xanlığı Azərbaycanın şimalında 3 xanlığı özündən asılı salmışdır. 1. Qarabağ xanlığı, İrəvan xanlığı və Şəki xanlığı. Bunu dəqiq yadımıza saxlayın. Çünki Urmiya xanlığı beləlikdə Azərbaycanın şimalındakı məsələn, burada məsələn Gəncə xanlığının asılı salınıb, Naxçıvan xanlığının adı yoxdur. Sadəcə hansılar var? Qarabağ, İrəvan və Şəki xanlıqlarının asılı salınmışdır. Urmiyalı Fətəli xan Əfşar öz hakimiyyətinin Cənubi Azərbaycanın müəyyən hissəsini tabe edir. Eyni zamanda Şimali Azərbaycanlardan müəyyən xanlıqlar tabe edir. Və Kərim xan Zənd buna qarşı mübarizəyə başlayacaq. 1760-cı ildə həmin dövrdə Urmiya xanlığının mərkəzi Təbriz şəhəri, Təbrizə hücum edir. Amma geri qayıtmaq məcburiyyətinə qalır, çünki məğlub olur geri qayıdır. Yenidən 1761-ci ildə hücum edir. Burada Qaraçəmən döyüşü baş verir. Əvvəl deyirik ki, bu dövrdə Urmiyalı Fətəli xan Əfşarın Fətəli xanın müttəfiqi var idi, Xoylu Şəhbaz xan. Əvvəlki döyüşdə, 60-cı döyüşdə müttəfiq idi. Amma Kərim xan Zənd xanlar arasında olan bu nifaqdan istifadə edir və nədir? Şəhbaz xan keçir Kərim xan Zəndin tərəfinə. 1961-ci ildə məğlub olur Urmiyalı Fətəli xan və hansı ki, geri çəkilməyə məcbur olur. Bundan sonra hansı ki, 1961-62-ci illərdə Urmiya xanlığına tabe olan əraziyə Kərim xan Zənd ələ keçirir. 1963-cü ildə Kərim xan Zənd Fətəli xanı məğlub edir, Şiraza apararaq orada edam etdirir. Daha sonra Şiraz qonaqlığını təşkil edir. Şiraz qonaqlığında iştirak edən xanlıqlar əzbər bilməliyik mütləq. Hansı xanlıqlar? Bax, birinci Q ilə başlayır. Qarabağ, Qarabağın adını yaza bilərik. Daha sonra ikinci Q, Qaradağ xanlığı deyərik ki, iştirak edirdi. Qaradağ, daha sonra Naxçıvan xanlığı, Xoy xanlığı, Sərəm xanlığı burada iştirak edirdi. Dedi ki, Şiraz qonaqlığında iştirak edən 2 dənə Q, Qarabağ, Qaradağ, NXS, Naxçıvan, Sərəm və Xoy xanlıqları. Tarixi beləlikdə bu cür kodlarla öyrənməyin tərəfdarı deyiləm mən. Amma bu hissədə bunları bu kodla öyrənsək daha yaxşı yadımızda qalar. Daha sonra Cənubi Azərbaycanda yaranan xanlıqlarla davam edirik. Xoy xanlığının adını deyirik. Xoy xanlığının adını burada çəkdik. Şəhbaz xan əvvəl Fətəli xanla dost oldu 1760-da.
61-də saatlı keçdik Kərim xan Zəndin tərəfinə, yadımıza saxlayırıq. Şahbaz xanla burada danışdıq ətraflı. Daha sonra Şahbaz xan Şirazda idi, həmçinin Xoyxan olaraq. Burada ondan sonra Əhməd xan deyil. Əhməd xan dövründə 1763-86-cı illərdə Xoy inkişaf edirdi. Urmiyadan sonra Cənubi Azərbaycanın ən güclü xanlıqlarından biri olmuşdur deyirik. Və deyirik ki, bu dövrdə Kaxetiya ilə diplomatik əlaqələr saxlamışdı və Naxçıvan, İrəvan, Təbriz kimi xanlıqları özünün asılara salmışdı. 1786-cı ildə Əhməd xan öldükdən sonra Xoy xanlığı zəifləyəcəkdi. Cənubi Azərbaycanda yaranan digər xanlıqlardan biri Təbriz xanlığı idi. Təbriz xanlığında Əfşar sülaləsi yaratmışdı, Əfşar Əmraslan xan yaratmışdı. Biz yadımıza salaq 3-cü San Mirzə deyir ki, 3-cü San Mirzəni öldürürdü və Azərbaycanda ələ keçməyə uğurla mübarizə aparsa da uğurlu olmur və müəyyən müddət Qaradağ və Ərdəbil xanlıqlarını asılara salmışdı. Daha sonra Urmiya xanlığının asılara düşdüyünü bilirik. Daha sonra biraz keçək irəli, daha sonra Qaradağ xanlığından danışaq. Deyək ki, Qaradağ xanlığından nəyi yadımıza saxlamalıyıq? Ən vacib. Ümumiyyətlə, bu xanlıqların hamısı 1747-də yaranıb, yaxşımı? Bunu bir məna olaraq qəbul edirik. Amma xanlıqlara əsas xüsusiyyətlər var da. Qaradağ xanlığı deyir ki, Xoy və Qarabağ birləşir, 1782-də Qaradağ xanlığın süquta uğradır. Mako xanlığını deyək ki, Bayat tayfası yaratmışdır, Sərəb xanlığını Şərqaqilər yaratmışdır. Ən nüfuzlu xanlarından biri Sadıq xan idi, deyə bilərik Şərqaqilərin. Maral xanlığını Müqəddəm tayfası yaratmışdır. Zəncər xanlığını Əfşarlar yaratmışdır və bunlar müəyyən müddət Qəzvinə ələ keçirmişdir. Əgər biz Əfşarların yaratdığı xanlıqların adını çəksək, deyək ki, Urmiya xanlığı idi, Fətəli Əfşar. Təbriz xanlığı idi, Əmraslan xan Əfşar. Deyək ki, Zəncər xanlığı idi. Deyək, İrəvan xanlığı, şimalda yerləşən İrəvan xanlığında bunu Əfşarlar yaratmış olacaq. Şəki xanlığından davam edirik. Demişdik ki, Şəki xanlığı Nadir Şahın dövründə 1743-cü ildə yaranmış xanlıq idi və Azərbaycanda ilk yaranmış xanlıq olacaqdır. Şəki xanlığının hansı səbəbi yaratmışdır? Deyək ki, Nadir Şah Şəkillər üzərinə gələn Şəkillər Hacı Çələbinin başçılığı gəlsən görürsən qarşısına sığınırlar. Daha sonra Nadir Şahın hakimiyyətini qəbul edirlər. Nadir Şah öldükdən sonra yenidən müstəqil siyasət yeridirlər. Deyək ki, bütün Azərbaycan birləşmə siyasəti yeridirdi. Urmiya, Fətəli Əfşar kimi oxşarlıqda, hər ikisi də yeridəcəkdir. Bundan sonraki xanlıqlara keçəndə bunu yavaş-yavaş deyirik, axırda isə ümumləşdirib deyəcəm. Deyək ki, bütün Azərbaycan birləşmə siyasəti yaradırdı, Urmiya, Fətəli Əfşar kimi. Əgər biz Məlikçilərin kimlə mübarizə aparmağını deyirsə, bu Qarabağ xanlığını götürürük. Məlikçilər həmişə Qarabağ xanlığından mübarizə aparıblar. Bütün sultanlıqlar, bütün hansısa sultanlıq asılı hala düşübsə, bu da Şəkidir. Yəni Şəki xanlıqları, sultanlıqları asılı salır. Deyir ki, Qəbələ ilə Ələşir 1747-də asılı salır. Azərbaycan cənubuna yürüş edir. Hacı Çələbi Cənubi Azərbaycana hücum edir. Burada buranı tabi etmək üçün, xüsusilə Təbrizdə ələ keçirmək üçün. Amma nə olur? Uğursuz olur. Uğursuz olandan sonra bunu yadımıza saxlayırıq. İli yoxdur, amma deyir ki, Cənubi Azərbaycan yürüş etmişdir. Hacı Çələbi Bayat savaşını edəcəkdir Qarabağ xanlığına 1748-ci ildə. Deyir ki, Hacı Çələbi yanına Şamaq xan, Mustafa xanı alıb Qarabağa hücum edir. Və Pənahəli xan burada məğlub edə bilmir, geri qayıdır. Yəni Bayat savaşına qalib gələn kim idi? Qarabağ xanlığı. Məğlub olan kim idi? Hacı Çələbi ilə Şamaq xan, Mustafa xan. Gedək deyək ki, bu dövrdə Şəki xanlığı güclənmişdir və Azərbaycana hücum edən gürcülərə qarşı mübarizə apardılar və 1751-ci ildə deyək ki, Teymuriz və İraqlı Cara hücum edən zaman bu ərazini gürcülərdən qorumuşdur. Daha sonra Gürcü sarı Qızılqaya xəyanətini təşkil edilir 1752-ci ildə. Bizim Qarabağ, Qaradağ, Naxçıvan, İrəvan, Gəncə xanları Qızılqaya xəyanətinə iştirak edir. Bizdə bir Şiraz qonaqlığı var, bir də ki, Qızılqaya xəyanəti var. Deyək ki, Qarabağ, Qaradağ, Naxçıvan, iki dənə Qarabağ, Qaradağ, Naxçıvan hər ikisində iştirak etmişdir. Hər ikisində Qarabağ, Qaradağ, Naxçıvan var idi. Xoy ilə Sərəb Şiraz qonaqlığındadır, İrəvanla Gəncə isə Qızılqaya xəyanətinə olacaq. Deyək ki, buradan sonra hansı ki, burada 1752-ci ildə Qızılqaya xəyanətinin üstünü açır Hacı Çələbi və 2-ci İraqını orada Gürcüləri məğlub edir. Bundan sonra isə Borçalıını və Şəmşərdili alır, Ağakişi bəyi Borçalıya hakim təyin edir. Amma daha sonra yenə də Gürcülər Borçalını ələ keçirirlər. Deyək ki, bundan sonra Şirvana hücum edir 1755-ci ildə, lakin burada da uğur qazana bilmir. Çünki Quba xan Hüseynəli xan Şamaq xanına kömək etmişdir. Hər vaxt Şirvan Şamaxı
yəni birlikdə bir ərazi gedir də. Daha sonra deyir ki, Hacı Çələbinin dövründə Osmanlı ilə əlaqələr yaranmışdı və hətta Osmanlı dövlətindən ilk əlaqələr saxlayan Azərbaycan xanlarından biri olmuşdur. Hüseyn xanın dövrünə deyək, orada 2 dənə xan var. Onları öyrənməyə ehtiyac yoxdur. Ağakı bəylə Ağakı bəyin dövrünü öyrənməyə ehtiyac yoxdur. Onsuz da az hakimiyyətdə olmuşdu və qaynatası tərəfindən zəhərlənib öldürülmüşdü. Ondan sonra Hüseyn xanın adı deyək. Hüseyn xan 1779-1779-cu illərdə hakimiyyətdə olmuşdu. Hüseyn xan dövründə əsasən Qubalı Fətəli xanın dostu olmuşdu. Hətta 1767-də Quba və Şəki xanlığı birləşir, Şaman xanlığın bölürlər aralarında. Şaman xanlığı uğrunda mübarizə, yəni bu ərazilərin bölünməsi uğrunda mübarizə 68-ci ildə bunlar rəqibə çevrilirlər. 69-cu ildə nəhayət bunlar arasında müqavilə bağlanır. Baxın, MİQ sualda düşmüşdü ki, MİQ sualında 1969-cu ildə müqavilə bağlayan xanlıqlar xəritədə göstərir. Cavab nə olacaqdır? Şəki və Quba xanlığı birlikdə müqavilə bağlamışlar. Şaman xanlığı müqavilənin şərtinə görə Şəki xanlığı bu dövrdə Quba xanlığı daha güclü idi, Şəki xanlığı ondan biraz zəif idi və Şəki xanlığı deyirdi ki, lazım olanda Şəki xanlığı Fətəli xana qoşun verəcəkdir və həmçinin Şaman xanın daxili işlərinə qarışmayacaqdır. Bundan sonra deyir ki, Hüseyn xan 1779-da sui-qəsd nəticəsində öldürülür. Daha sonra Məhəmməd Həsən xanın adını çəkirik burada. Dövrünü öyrənməyə ehtiyac yoxdur. Əbdülqadir xan var, onu da öyrənməyə ehtiyac yoxdur. Məhəmməd Həsən xan deyər ki, qanunnamə tərtib etmişdi. Osmanlıya hansı ki, Gürcü çarının həmin dövrdə Şəki hücum edirdi. Gürcü çarına qarşı Osmanlıya məktub göndərmişdi 1784-də. 1785-də Quba xanlığının asılığı qəbul edir. 1789-cu ildə Qubalı Fətəli xan öldükdən sonra asılıqdan çıxır və deyir ki, 1797-də Qacara tabe olacaqdır. 1805-ci ildə Kürəkçay müqaviləsindən Rusiyanın himayəsinə qəbul edir. 1819-cu ildə sonuncu Şəki xanı İsmail zəhərlənib öldürülür və Şəki xanlığı süquta uğrayır, Rusiyanın əyalətinə çevrilir.